Rusiya yanacaq bazarında vəziyyət getdikcə gərginləşir. Yenavaz.com Forbes nəşrinə istinadən xəbər verir ki, sentyabrın sonlarından etibarən ölkənin bir çox bölgələrində, o cümlədən Rusiyanın nəzarəti altında olan Krım yarımadasında yanacaq satışı ilə bağlı məhdudiyyətlər tətbiq olunub. Krım benzin satışını rəsmi şəkildə müştəri başına 20 litrə qədər məhdudlaşdıran ilk region olub. Bölgənin rəhbəri Sergey Aleksyonov sentyabrın 25-də yanacaq doldurma məntəqələrində çatışmazlıq olduğunu etiraf edib. Daha sonra treyderlərlə keçirilən görüşdən sonra satış limitinin 30 litrə qədər müəyyənləşdirildiyi bildirilsə də, oktyabrın 1-də bu məhdudiyyət 20 litrə endirilib. Ölkənin digər regionlarında da vəziyyət gərginləşib. Oktyabrın 13-də Novosibirsk vilayətində müstəqil yanacaq doldurma məntəqələri AI-92 və AI-95 markalı benzinin satışını dayandırıblar. Sibir GSM Assosiasiyasının prezidenti Sergey Latskixin sözlərinə görə, hazırda Novosibirskdə bu markalı benzin yalnız Gazprom stansiyalarında satılır. Rusiya hökuməti yanacaq ixracına qoyulan qadağanı ilin sonuna qədər uzadıb. Avqustun əvvəlindən etibarən benzinin topdan satış qiymətləri 12% artıb. Sankt-Peterburg birjasında AI-95 markalı benzinin qiyməti rekord həddə çataraq ton üçün 80.460 rubl olub. Ekspertlər bildirirlər ki, yanacaq böhranı əsasən neft emalı zavodlarının planlı texniki xidmət və zədələnmə səbəbindən fəaliyyətini dayandırması ilə əlaqədardır. Oil and Capital jurnalının baş redaktoru Vladimir Bovyelevin fikrincə, ölkədə emal gücünün təxminən 40% itirilib və yanacaq ehtiyatları azalmaqdadır. Dövlət Dumasının Tikinti və Kommunal Təsərrüfat Komitəsinin sədr müavini Aleksandr Aksenenko vəziyyəti kritik adlandırıb. Stat: yanacaq qıtlığı artıq bütün ölkə üzrə hiss olunur. Həm sadə vətəndaşlar, həm də biznes üçün ciddi problemlər yaradır. Statın sonu.